Mayın onu müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əkil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra 1-ci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə anıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlət başçısı və 1-ci xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə güldəstələr qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.